Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. Bu barədə məlumatı Günün Səsi saytı yazıb. Məlumata görə müstəntiqlər bu dəfə Ramiz Mehdiyevi yaşadığı evdə dindirib. Buna səbəb isə onun səhhətindəki problemlər olub. Bildirilir ki, Ramiz Mehdiyev bu dəfə AXCP sədri Əli Kərimli və Baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallara cavab verib. Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət, 193 1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Onun barəsində Səbail rayonu məhkəməsinin qərarı ilə 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri də seçilib.